müqayisə meydana gətirir. Təsəvvür eləyin, adətən sosial şəbəkələrdə daha çox vaxt keçirənlər kimlərdir? Xanımlar. Çünki evdə olurlar. İndi bu xanımlar baxır həyatlara, məsələn, hansısa kanallara üzv olub, hansısa blogerlərin kanallarına baxır ki, onlar gündə bir istirahət mərkəzindən, oradan, buradan, öz həyat yoldaşı ilə gəzintilərindən, hər yerdən bir dənə video paylaşır. İstər-istəməz öz həyatını onların həyatı ilə başlayır müqayisə etməyə. Onlar hardadır, mən hardayam. Sonra baxır o xanıma deyir ki, bu heç layiq deyil bu həyata. Mən abırlı, həyalı bir xanım, mən layiqəm bu həyata. Bəs mənə niyə bu həyat verilmir? Bəzən Allahı qınayır, bəzən həyat yoldaşını qınayır. Başlayır müqayisə eləməyə. Özü də bilmədən bu müqayisələr həyatda problemlər yaradır. Həmçinin kişilər də. Məsələn, bir kişi telefonda gəzdiyi zaman nə şəkildə xanımlar onun qarşısına çıxır və başlayır o xanımlarla öz həyat yoldaşını müqayisə eləməyə. Ən böyük zərərlərdən biri budur sosial şəbəkələrin. Yersiz müqayisələrə səbəb olur. Və bu da ailədə istər-istəməz depressiya, ruhdan düşmək, söz-söhbət bunlara gətirib çıxarır.